Keçən dəfəki vlogların birində göstərmişdim sizə üzüma geli və gidrafil yağımı. İndi istəyirəm yenə göstərim görməyənlər üçün. Bu iki məhsul həqiqətən də möhtəşəmdir qızlar. Deməli, bu gidrafil yağdan istifadə edirəm. Daha sonra üzüma köpüyündən istifadə edirəm. Hər ikisini də Rossmanndan əldə etmişəm. Qiymətləri isə çox münasibdir. Əgər uyğun qiymətə gözəl iki məhsul axtarırsınızsa, bunlara mütləq gedin, baxın, sınayın. Qiyməti səhv etmirəmsə 6-7 manat arası olmalıdır. Yəni 6-7 ayda istifadə edirəm və hələ bir xeyli də istifadə üçün məndə var. Çox gözəl məhsuldur. Yəni tövsiyə edirəm sizə. Hətta ki mənim üzüm deyirəm ki, yağlıdır. Yağlı olmağına baxmayaraq qətiyyən üzdə yağ kimi bir hissiyatı yoxdur. Bir neçə bahalı üzüm gelindən və gidrafil yağdan istifadə etmişəm. Amma demək olar ki, heç biri bu qədər yaxşı olmayıb. Üzümə geli isə budur. Qapaqlarının ikisini də itirmişəm. Çıxardıb qoymuşdum, mama götürüb atıb. Bu da içərisində parfüm yoxdur, silikon və paraben yoxdur. Əgər tərkibi yaxşı bir üzümə köpük axtarırsınızsa, bundan mütləq istifadə edin. Gel formasında deyil qızlar, köpük formasındadır. Bu da baya bir bərəkətli bir məhsuldur. Yenə deyirəm, qiymətləri çox uyğun qiymətlidir. Almaq istəyirsinizsə mütləq baxın. Bunun artıq demək olar içərisində az qalıb. Bu yaxınlarda gedib bundan yenə almalıyam. Qızlar, bu arada keçən dəfəki vloqa baxmamısınızsa mütləq gedin, baxın, izləyin axıra qədər. Bura təzə orqanayzerlər almışam. Hansı ki, belə bir orqanayzer və belə. Nə yalan deyim, bunu açıb bağlamaqda hələ də biraz əziyyət çəkirəm. Amma yenə də gözəldir. Yəni, keyfiyyəti bir o qədər də yaxşı deyil, açığı bəyənmədim. Amma bundan ötürü ürəyim getdi. Çox gözəldir, çox estetik görsənir. Hələ bunu dünən sizlə bir yerdə açdıq, düzəltdik. Bir o qədər də fikir verməmişəm. Amma təzədən bu ardıcılığı düzəltmək lazımdır. Yenidən sizinlə bir yerdə baxarıq. Çünki hələ videonu yükləməmişəm açığı. Sizin yorumları hələ görə bilməmişəm. Əgər bu videonu izləyirsinizsə, mütləq ki, digər videoda artıq mən yükləmişəm. Kanalımda mövcuddur. Keçid edib kanalımda digər videoda baxa bilərsiniz. Bu arada Temu'dan təzə bir sifarişim var. Hansı ki, o da bu yaxınlarda, hardasa ki, bir həftəyə falan gələr deyə düşünürəm. Hal-hazırda Çinin hava limanındadır. Rəfiqəm yadınızdadırsa mənə gözəl bir hədiyyə almışdı. Mən də istəyirəm onun üçün çox maraqlı bir hədiyyə yığım, amma yəni fərqli bir şey olsun istəyirəm. Ona görə Temu'dan çox gözəl bir-iki şey almışam. Sizlə bir yerdə gəzsəsəniz hazırlayarıq, onu da videosunu çəkərəm. İndi çox açıqlama vermək istəmirəm, çünki rəfiqəm bu videonu izləyir. Ona görə onun çox məlumatı olmasını istəyirəm. Amma mütləq ki, çəkdiyim zaman sizə də göstərəcəm necə hazırlayıram. Bu arada qızlar, baxın, dırnaqlarım dəhşətli uzanır. Yəni, mənim dırnaqlarım və saçım maşallah tez uzanır. Dırnaqlarıma baxın, artıq nə qədər uzanıb. Görürsünüz. Tam ağ elətdirmək istirdim. Son anda orada başqa rəngi getdi fikrim. Ondan sonra yenə dəyişdim fikrimi. Ən son belə bir şeyə qərar verdim. Yaxşı ki, tam ağ eləməmişəm. Ağ simli bir şeydir. Nəysə, çox ağlımda bir şey yox idi. Açıq ora gedəndə nə ideya yox idi da, yəni. Getdim, orada da random bu rəngi seçdim və bu formanı random seçdim. Deyirlər ki, rəfiqələrim əllərinə yaraşır bu forma. Mən bu formanı amma özümə nəsə belə yaraşdıra bilmirəm. Yəni, bilmirəm niyə. Mən elə gəlir ki, üçbucaq forma, yəni oval forma mənə daha çox yaraşır. Buralara bir yerə və yaxud da ki, videonun sonlarına bir neçə dənə dırnaq ideyası yerləşdirəcəm. Tam danışırdım, yerim doldu və video yarıda kəsildi. Nəysə, deyirdim ki, bir neçə dənə bura dırnaq ideyası yerləşdirəcəm şəkillərini. Əslində mənim ağımda bir iki dənə şey var, hal-hazırda trend olan dırnaqlardan. Sizin üçün də yerləşdirəcəm ki, sizin də fikrinizi alaq. Sonra mənə deməyin ki, dırnaqların çox şit alıb, ya da ki, biz bəyənmədik, qəşəng deyil. Ona görə sizin də fikrinizi alacağım. Birini seçirsiniz mütləq, ən çox bəyəndiyinizi və kommentləri sizdən yazırsınız. Mütləq gələn dəfə dırnaqlarını düzəltdirməyə gedəndə sizin seçdiyiniz dırnaqları eləyirik. Sizin favoriniz hansı oldusa, mütləq qarşısına yazılan nömrəni kommentlər hissəsində yazın. Hansına daha çox yorum gəlsə, həmin dırnaq elətdirəcəm. Mənim favorim bu arada 4-cüdür. Bu vlog biraz istədim digərlərindən fərqli olsun. Gün ərzində nə edirəmsə, hamısını bir-birsə çəkib göstərmək istədim. Və bu arada bu sos o qədər gözəldir ki, qızlar mütləq sınayın. Əgər sarımsaqlı sosları bəyənirsinizsə, bunu da bəyənəcəksiniz. Sonuncu vlogumu sizin istəklərinizi nəzərə alaraq çəkmişdim. Yəni, hansı nüansları siz görmək istəyirsinizsə, sırf onlardan ibarət bir vlog çəkmişdim. Hətta çox uzun olmuşdu. Siz bilirəm, uzun vlogları bəyənirsiniz, amma təəssüf ki, telefonumda artıq o qədər yer olmur ki, həmin videoları editləyib sizə paylaşa biləm. Yəni paylaşmaqda çox çətinlik çəkirəm. Ona görə də maksimum videolar 25 dəqiqə, 20 dəqiqə arası olur.
Buna baxmayaraq video yenə də istədiyim kimi izlənmə sayısı yığmadı. Düşünürəm ki, buna səbəb nə ola bilər? Niyə videolarım keşfətə düşmür? Sizin də bu haqda əgər bir fikriniz varsa mütləq yazın. Sizin də fikirlərinizi oxumaq mənə çox xoş təsirlər buraxır. Daha əvvəldə qeyd etdiyim kimi sizin yorumlarınızı əsasən videolar çəkirəm. Yəni demək olar ki, vloqun tərkibini sizin yorumlarınız təşkil edir. Keçən vloqun altına bir xanım qeyd etmişdi ki, baxım videosu çəkin. Bilmədim saç baxım deyir, yoxsa üz baxım deyir, amma yaxın zamanda mən də üz baxımı ilə bağlı video çəkmək istəyirəm. Hansı ki, əgər diqqət yetirsəniz, bir neçə ay əvvəl hansı ki, mən təzə başlamışdım vloqlar çəkməyə. Qısa shorts videolarda da yenə makyaj elədiyim videolarda da görə bilərsiniz ki, üzümdə bir xeyli ləkələr var idi. İndi isə heç birinin əsər əlamət qalmayıb. Hansı məhsuldan istifadə etmişəm, necə bir baxım istifadə etmişəm. Əgər sizə maraqlıdırsa, bunun haqqında da bir video çəkə bilərəm. Həm saç baxımı, həm üz baxımı göstərə bilərəm sizə. Əgər istəyirsinizsə, mütləq siz də yorumlar hissəsinə qeyd edin. Bu arada həmişə video çəkəndə fikir vermişəm ki, mənim əllərim çox qara düşür, belə tünd rəngdə düşür də. Kaş həqiqətən realda da belə olsa. Saqal almaq üçün o qədər əziyyət çəkirəm ki, sırf qara almaq üçün. Amma təəssüf ki, bu qədər qara deyiləm, hələ də zaqar almama baxmayaraq ağdı əllərim. Niyə videoda belə düşür? Bilmirəm açığı. Qızlar, bilmirəm sizə də son zamanlar belədirmi? Mən əvvəllər marojnanı güclə yeyirdim. Yəni kimsə yanımda yeyir deyə məcburiyyətdən yeyirdim ki, onu tək buraxmayım. Ona eşlik edim, türklər demiş. Amma indi hər gün marojna yeməsəm, özümü nəsə bir əksik hiss edirəm. Hər gün mütləq bir marojna yeməliyəm və ən çox da mən bu plambirləri sevirəm. Bəs siz hansı marojnaları sevirsiniz və tövsiyə görürsünüz? Keçən dəfə söz verdiyim kimi demişdim fırçaları birlikdə yuyarıq. İndi gəlin fırçalarımı birlikdə yuyaq. Mən necə istifadə edirəm sizə onu göstərəcəm. Normalda bunun üçün ayrıca qızlar sabun və s. alır. Mən də təzə alanda fırçalarımı eləyirdim. İndi isə evdə nə varsa onunla yuyuram. Evdə qatı sabun yox idi. Bunu çıxartdım təzə paçkasından, balaca otel sabunudur. Açığı bunlarla yumaq daha yaxşı olur. Çünki belə qatı sabunları istifadə etməyin tərəfdarı deyiləm. Mənə görə bakteriya yığırlar. Ən yaxşısı duru sabundur. Ona görə də indi gəlin bundan istifadə edək. Balaca olduğu üçün zaten tez qutarır, daha sonra atıram. Gəlin birinci bundan başlayaq. İlk öncə isladıram. Daha sonra bu formada yuyuram. Hal-hazırda göstərdiyim bu fırça Real Technics'in orijinal fırçasıdır. Vaxtilə Trendyoldan endirim zamanı əldə etmişdim set formasında. Fırçalarla yanaşı içərisində sponj da var idi. Lakin vaxt keçdikcə artıq sponj xarab oldu. O atıldı, amma fırçalar hələ də ilk günkü kimidir. Nə bir tökülmə, nə də hər hansı bir defektini görməmişəm. Həqiqətən də keyfiyyətli bir məhsuldur. Verilən qiymətə dəyər, amma mən isə Trendyoldan almağı məsləhət görürəm. Çünki orada endirim zamanı bayağı ucuz qiymətə ala bilərsiniz. Burada çox bahadır çünki. Ancaq sizə bir nüans da qeyd edim. Hal-hazırda bu göstərdiyim iki tərəfli fırça setini digər videolarımda da görmüşsünüz makyaj edən zaman. Mən bunu Temudan əldə etmişəm. O qədər uyğun bir qiymət almışdım ki, 8-9 manat arası olmalıdır yadımda qalan qədəri ilə. Çox keyfiyyətlidir. Nə bir tökülmə, hər hansı bir sərtlik qətiyyən yoxdur. Hətta deyərdim ki, Real Technic'ə o qədər pul verməyə dəyməz. Çünki keyfiyyət baxımından demək olar ki, hər ikisi də eyni keyfiyyətə malikdir. Səhv etmirəmsə yadımdan qalan qədəri ilə bunu set formasında Temudan 8-9 manat arası bir qiymət əldə etmişdim. Təzəlikcə almışam. Hardasa bir 5-6 ay olar alınıb. Real Technics illərdir demək olar işlədirəm. Amma yenə də heç bir tökülməsi və yaxud da dediyim kimi mənfi bir cəhətini hələ ki görməmişəm. Əgər istəsəniz videonun altına linkini yerləşdirərəm. Oradan girib əldə edə bilərsiniz. Əgər qalıbsa hal-hazırda. Qızlar, son zamanda ətrafımdakı insanlardan belə bir sözlər eşidirəm ki, Temuda ancaq keyfiyyətsiz məhsullar satılır, hansı ki ancaq oradan telefon keysləri, ev üçün ıvır-zıvır vasitələr alına bilər, hansı ki onlar 1 manatlıq mağazalarda da olur. Temudan nə paltar, nə baxım vasitəsi, nə də hər hansı bir məhsul əldə etmək düzgün deyil. Onlar çox keyfiyyətsiz və çox ucuz məhsullardır deyilir. Hətta deyərdim sizə ki, o gün bir söz eşitdim, belə deyim, yaxından tanıdığım bir insan bir fikir bildirdi ki, mən Temudan heç bir şəkildə heç bir məhsul əldə etmərəm, oradan ancaq telefon keysi və s. əldə etmək olar, çox keyfiyyətsizdir məhsulları, mən ancaq Zara'dan, Mango'dan və yaxud da Stradivarius'dan alınan məhsulları geyinirəm, çünki onlarda daha keyfiyyətli olur, baha olsa belə daha keyfiyyətli məhsullar olur. Bəs siz bu fikirlə razısınızmı? Sizcə bu həqiqətən də belədirmi?
Əgər mənə bu sualı vermiş olsanız, mən sizə deyərdim ki, mən qətiyyən bu fikirlə razı deyiləm, çünki mənə görə keyfiyyət pulla ölçülmür. Mənə görə belə düşünən, belə fikirdə olan insanlar kiməsə nəyisə sübut etmək üçün yaşayan insanlardır. Hansı ki, kimsə görsün ki, tutalım ki, Ayşə deyirəm, Ayşə Mangodan alıb ayaqqabısını, o qətiyyən Temudan geyinmir, o ancaq bahalı mağazalardan alış-veriş edir. Yəni mənə görə bu sadəcə bu şəkildə yozula bilər. Şəxsən mənə görə mənim bəyəndiyim məhsul 5 manatlıq da olsa mən onu alıb geyinərəm, 105 manatlıq da olsa. Əgər büdcəm çatırsa və mən onu bəyənirəmsə, niyə də almayım? Yeri gəlsə mənim Mangodan da, Zara'dan da, Stradivarius'dan da və digər markalardan da daha bahalı kateqoriyaya aid olan brendlərdən də məhsullarım var. Amma sizə bir nümunə göstərəcəm. Zara'dan dəfələrlə mən bluz almışam və aldığım bluzların heç birinin keyfiyyətini bəyənməmişəm. Hətta bir dənəsi var, sizə qış gəldiyi zaman göstərərəm. Materialı o qədər köhnədir ki, parça arxa hissədən öz-özünü süzülməyə başlayır. Və sizə bir misal da götürmək istəyirəm. Qış zamanı mən özümə gözəl bir palto istəyirdim. Qısa ağ paltolar dəbdə idi. Düşündüm ki, Temudan sifariş edim. Birbaşa evə gətirəcək kargonu. Daha rahat olar mənə. Sonra yaxındakı rəfiqələrimin dediklərinə görə Zara'dan alsam daha keyfiyyətli olar deyə düşündüm. Mən də marketinq qurbanı oldum və mən də getdim 70 manat verəcəyim həmin paltoya 170 manat verdim və Zara'dan əldə etdim. Bir həftə sonra palto tiftiklənməyə başladı və mən artıq anladım ki, keyfiyyət həqiqətən də pulla ölçülmür. 70 manata bəlkə də aldığım palto 170 manata aldığım paltodan daha keyfiyyətli olacaqdı və mənim 100 manatım cibimdə qalmış olacaqdı. Siz bu haqda nə düşünürsünüz? Mütləq yazın və bu arada danışa-danışa fırçalarımı da yudum, hamısını bu formada sərdim. Quruyacaqlar, hardasa 3-4 saata yəqin ki, tam qurumuş halda olarlar. Gəlin baxın, mama necə qəşəng çörək pişirir. O dəfə elə qəşəng çörək pişirmişdi ki, qızlar, təsəvvür edin ki, axşamdır. Saat artıq çox gecdir, mağazada çörək yoxdur, qutarıb və mən acam. Və mama mənə çox qəşəng çörək pişirdi. İndi yenə belə çörək hazırlayıb. Artıq mama kündələri bu formada qoydu. İstədim ki, sizə də çəkib göstərim. İstəyirdiniz ki, evdə elədiyim rutin şeyləri göstərim. Bunu görə də sizin üçün də çəkdim. Burada mamaya biraz kömək eləyirəm. Güya yumurtanı çırpıram, düz əlavə edib qarışdırıram. Mən çörək otunu çox sevirəm. Ona görə də çörəyin üstünə bol-bol çörək otu əlavə edirəm ki, əsl mən istəyən dadda olsun. Və beləliklə videonun sonuna yaxınlaşdıq. Könül istərdi ki, video çox uzun olsun. Sizin istədiyiniz kimi 20-25 dəqiqə və daha artıq. Lakin gün boyu etdiklərim bu qədər idi. Növbəti videolarda inşallah ki, müddəti uzun tutacağım. Videonu bəyənməyi, kanalıma abunə olmağı və bildirişləri açıq qoymağı unutmayın. Sağ olun.